11 güllə yarası ilə Xankəndi Xəlfəli istiqamətində gedən döyüşdə şəhid olan xüsusi təyinatlı qüvvələrin giziri Ceyhun Sadıqov. Ceyhun Sadıqov 26 avqust 2002-ci ildə İmişli rayonu Şahverdili kəndində anadan olmuşdur. Gənc yaşlarından vətənə olan sevgisi ilə seçilən Ceyhun xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş, Şuşa, Laçın və Kəlbəcərdə xüsusi tapşırıqlar yerinə yetirmiş, bir çox xüsusi əməliyyatlarda iştirak etmişdir. Xankəndi Xəlfəli istiqamətində gedən döyüşdə 11 güllə yarası alaraq qəhrəmancasına şəhid olmuşdur. Onun igidliyi və fədakarlığı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.